Xankəndi şəhərində işə düzəlmək istəyən Goranboy sakini Lamiyə Quliyeva, bu ad və soyad şərtidir, dələduzluqla üzləşib. Dəyərli izləyicilər, bu məlumatı sizin diqqətinizə çatdıracağım. Ancaq öncə bizi YouTube-dan izləyən izləyicilərimizə bir daha qeyd edeyim ki, zəhmət olmasa həm kanalımıza abunə olun. İrəliyən dəqiqələrdə isə Ramiz Mehdiyevlə bağlı da bir məlumatımız olacaq. Ramiz Mehdiyevin dövründəki qanun pozuntularının hər tərəfli araşdırılması ilə bağlı bir vacib açıqlama var. Baş prokurordan bir açıqlama var. Deməli, dəyərli izləyicilər, Qaynar İnfonun məlumatına görə Lamiyə Quliyevaya qarşı bu əməli əvvəlcədən tanıdığı Zəminə Qasımova, bu ad soyadda şərtidir. Deməli, həmin o Zəminə Qasımovanın oğlu Səddam törədib. Xankəndidə işlədiyini deyən Səddam Lamiyə Quliyevanı əmin edib ki, onun üçün də söz gedən şəhərdə iş tapa bilər. Lakin bunun üçün pul lazımdır. Lamiyə Quliyeva da razılaşaraq Səddama hissə olmaqla 8600 manat pul ödəyib. Səddam vədinə əməl etmədiyindən Lamiyə Quliyeva hüquq mühafizə orqanlarına müraciət edib, əməliyyat axtarış tədbirləri nəticəsində Səddam Xocalı ərazisində saxlanılıb. O, ilkin dindirmə zamanı təqsirini etiraf edib və Səddama Cinayət Məcəlləsinin 178.2.4 bu dələduzluq maddəsidir. Bu maddə ilə ittiham elan edilib və onun barəsində polisin nəzarətinə altına vermə qəti imkan tədbiri seçilib. Daha sonra isə polisin nəzarəti altına vermə qəti imkan tədbiri həbs qəti imkan tədbiri ilə əvəz olunub və cinayət işinə dəyərli izləyicilər Goranboy rayon məhkəməsində baxılıb, məhkəmədə Səddam verilmiş ittiham üzrə özünü təqsirli bilib, məlum olub ki, o əslində heç yerdə işləmir. Elə bu səbəbdən də dələduzluq yolu ilə vətəndaşların pulunu ələ keçirmək qərarına gəlir. Səddam dəymiş ziyanın bir hissəsini ödədiyini deyərək məhkəmədən ona yüngül cəza verilməsini istəyib və məhkəmənin hökmü ilə Səddama 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Ona şübhəli şəxs qismində saxlanıldığı 2 gün təyin edilən cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il, 11 ay, 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.